Fikirləşdim ki, öz maşınımı satım. Yeni bir avtomobilə keçmək istəyirəm və bu məqsədlə də avtomobilimi satmaq istəyirəm. Detallı formada məlumatı verirəm, sonuna qədər izləyin və xahiş edirəm qiymətlə bağlı, maşınla bağlı bekar adamlar məni narahat eləməsin. 2019-dur, B46 motordur və 430 modeldir. Orijinal fara, bilənlər bilir qiymətin. Full led faradır, sağa sola döndürəndə korner işıqları var ki, ikinci işıqları var. Həm fara dönür, həm də kənar divarları, kənar yolları aydınladır. Perevalarda sürdüyünüz zaman isə dönməyə görə bütün yolunuzu işıqlandırır. Bundan əlavə olaraq yaxınlaş bura. 20'li disklər, təzə təkərləri var. Disklər isə burada bazar mallarından deyil, araşdıra da bilərsiniz. Yaxınlaş bura. Açarsız daxil olma. Gördüyünüz kimi. Bütün salon karbon işləmələr. Gördüyünüz kimi bütün salon interior karbon işləmələr və 3 düymə. Yəni buranı da göstər. Kör nöqtə. Yəni zolağa nəzarət, distronika, qarşınıza manevr çıxan zaman ani tormozlanma həm isti piyadə əleyhinə, həm də ki avtomobilə, avtobusa fərqi yoxdur. Hamısını qafas vasitəsilə tanıyır və ani tormozlanma eləyir. Zavod qırmızı salon, 2019 model və bir ildə sürürəm. Bir ildə də 8000 yol sürmüşəm. Cəmi 98.000 yürüyüş məsafəsi var və elə 98.000-ə də uyğun 98 yanacaqla istifadə eləmişəm. Ancaq bəzən demək olar ki, çox az miqdarda buna 95 vurulub, daima 98 vurulub və avtomobil ən full komplektasiyadır. Bundan əlavə olaraq yaxınlaş bura. M4 CS Competition qazan, yəni adi M3 qazan deyil, M4 CS-in Competition qazanıdır və sifarişlə qəsdləmişəm. Açarsız daxil olmadan əlavə olaraq bagaj jestimiz də var. Bundan əlavə olaraq kitabçaları da hamısı üzərində və 2019 model olduğuna görə də zavod popcornu var, börbulu var. Kitabında da yazılıb, Improtex də təsdiqləyib. Bagaj elektron, yaxınlaş bura. Dragonun OLED arxa stopu. Yəni o Tayvanın ucuz modellərindən deyil. Salon çək. Bütün karbon işləmələr hər incəliyinə kimi. Oturacaqların isidilməsi, yaddaşlı oturacaq, qırılan sidenka. Gördüyünüz kimi. Orijinal. Ay, başım əzdi. Orijinal M sükan, daha doğrusu ötürücü başlığı. Yəni Tayvan falan deyil. Orijinaldır, bütün karbon işləmələrdir. Və əlavə olaraq Harman səs sistemi. Bundan əlavə olaraq avtomobildə avtoparking var və yaxınlaş bura. Və 6 radar yox, cəmi 12 radarı var. Bu da hər komplektasiyada yoxdur. Yaxınlaş bura. Tərifləmirəm, çünki maşında olanları deyirəm. Monitoru göstər. Sensor monitor hər modeldə gəlmir. CarPlay nə qədər var. Gördüyünüz kimi. Sensorlu monitorumuz da üzərində. Avtomobildə B46 motordur və ən əsas xüsusiyyətini deyim sizə. Avtomobildə həm stage 1 var, həm stage 2 var. O da necə olur? Bu da gördüyünüz kimi B46 motor. İstədiyiniz zaman avtomobili həm stok vəziyyətdə sürə bilərsiniz, yəni orijinal stagesiz variantında sürə bilərsiniz. İstərsəniz salondan qoşaraq stage 1-i, istərsəniz stage 2 aktiv eləyib yarış eləyə bilərsiniz və hər şeydə göz qabağında. Bir dənə də səsini də göstərim, yekunlaşdıraq. Bir dənə qaz ver qardaşım, zəhmət olmasın. Yaxşı. Fikri ciddi olandan mənlə əlaqə saxlaya bilərlər. Öz adım adı alan şəxs birbaşa öz adına keçirəcək. Təşəkkürlər, izləmədə qalın.